Allah Teala Bəqərə surəsinin 11-ci ayəsində buyurur ki, fəsad törədənlərə fəsad törətmə deyəndə onlar deyirlər ki, siz nə danışırsınız? Nə fəsad? Bizim yalnız və yalnız bir məqsədimiz var. O da bundan ibarətdir ki, biz islahat aparmaq istəyirik. Biz fəsad törətmirik, islah edirik. Və izə qilə ləhum la tufsidu fil ard, elə ki onlara deyilir, yer üzündə fəsad törətməyin. Qalu innəmə nəhnu muslihun. Deyirlər, yox, biz yalnız və yalnız islah işi ilə məşğuluq. Bəli, əzizlər, şeytan və şeytanın əlaltıları sizə yaxınlaşanda heç vaxt demirlər, filan kəs, mən gəlmişəm səni məhv etməyə, gəlmişəm sənin vücudunda fəsad törətməyə, gəlmişəm səni cəhənnəmə aparmağa, səni bədbəxt etməyə gəlmişəm. Belə demir. Deyir, mən sənə xoşbəxtlik vəd verirəm, sənin çıxış yolun məndədir, mənim göstərdiyim bu dırnaqarası doğru yol sənin xilas yolundur, mən səni sevirəm, səni islah etmək istəyirəm. Necə ki, bunu babamız Adəm əleyhissalam və nənəmiz Həvva salamun əleyhəyə dedi, onları cənnətdən çıxartdı. Və Quran da buyurur, ata-ananızı cənnətdən çıxartdığı kimi sizi cənnətdən çıxartmasın. Şeytan islah adı ilə yaxınlaşır, sevgi ilə yaxınlaşır bədbəxt etməyə. Yəni, sizi sevə-sevə uçuruma atır. Sizə ləzzətləri bəxş edə sizi bədbəxt edir. Biz başa düşməliyik ki, bu filmlərdə göstərilən, nağıllarda danışılan şeytanın eybəcərliyi, divlərin əcaib olması, pislərin çox belə, necə deyim, cadı kimi görünməsi, bunlar cəfəngiyatdır, onların daxili aləmi elədir. Zahirləri çox gözəldir, çox mədənidir, elitardır, şirindir, alicənab görünür. İnsan başa düşür ki, bu düz demir. Başa düşürsən, görürsən ki, sənə bu vəsvəsə edən düz vəsvəsə etmir, səni doğru yola çəkmir. Amma onun gözəlliyi, şirinliyi, ötəri ləzzəti səni azdırır. Bundan ehtiyatlı olmalıyıq. Quran-ı Kərim şeytan üçün bir neçə vəsf irəli sürür. Biri budur ki, buyurur, innəhu ləkum aduvvun mubin. Aşkar düşməninizdir. İkincisi budur, buyurur ki, şeytan and içib və bi'izzətikə ləuğviyənnəhum əcməin. Allaha deyib ki, and olsun sənin izzətinə, hamısını azdıracaq. İlla ibadəkə minhumul müxləsin. İndi özünü sənə həsr etmiş bəndələrə gücüm çatmayacaq, müxləslərə gücüm çatmayacaq, qalan hamını azdıracaq. And içmiş düşməndir. Necə ki, məsələn, bir sıra insanlar filmlərdə görürük, müəyyən qalanı qorumaq üçün, vətəni qorumaq üçün, ya kimdənsə qisas almaq üçün and içir. Məsələn, Çingizxanın səhv etməsəm qızı Nişabura yaxınlaşanda qızının yoldaşını Nişaburda bir nəfər oxuna vurmuşdu. Ona görə Nişaburda nə bir kişi saxladı, nə bir qadın, nə bir körpə, nə bir canlı, heyvan, heç nə, hamısını qırdı. Hamısını məhv etdi. And içdi ki, mən orada bir canlı saxlamayacağım. Şeytan da and içib ki, bizi azdıracaq. Növbətisi budur ki, Allah Quranda deyir ki, şeytan, İsra surəsində də səhv etməsəm, İsra surəsində. Burada şeytan deyir ki, ləhtənikənnə. Mən onların cilovunu əlimdə saxlayıb bellərinə minəcəm, at kimi istədiyim tərəfə sürəcəm. Növbəti budur ki, şeytan yalnız şeytan cin cildində olmur. Bu çox əhəmiyyətlidir. Quranın sonuncu surəsi, Nas surəsində Allah Teala buyurur, "Əlləzi yuvəsvisu fi sudurin nas minəl cinnəti vən nas." Şeytan o şeytandır ki, insanların nəfsində vəsvəsə edir. Sakit-sakit, asta-asta, insan hiss etmədən insanı bədbəxtliyə sürükləyir. Və o şeytan cinlərdən də ola bilər, minəl cinnəti vən nas, insanlardan da ola bilər. Bu çox təhlükəlidir. Bəzən insanın yaxını
şeytanın nümayəndəsi ola bilir. Bəzən insanın canı ciyəri hesab etdiyi övladı, valideyni, yoldaşı, yaxın qohumları şeytanın nümayəndəsi ola bilir. Çox ehtiyatlı olmalıyıq. Şeytan həmişə cin formasında, eybəcər formada gəlmir. Şeytan bəzən bizim çox sevdiyimiz bir şəxsin formasında gəlir, bizi yoldan azdırmağa çalışır. Və heç vaxt demir ki, mən gəlmişəm səni bədbəxt etməyə. Şeytan, istər cinlərdən olsun, istər insanlardan, gələndə çox gözəl formada gəlir, səni sevən formada gəlir, ürəyi yanan formada gəlir, xeyirxah formasında gəlir. Geyimi, keçimi, səliqəsi, sahmanı, ətri, darağı, hər şey yerində. Amma şeytandır. Amma şeytandır. Şeytan bəzən dini geyimdə gəlir. Bəzən ruhani geyimdə gəlir. Şeytan bəzən dini dəyərlər formatında gəlir. Şeytan bəzən akademik formada gəlir. Şeytan bəzən incəsənətlə gəlir. Bəzən hətta Quranla gəlir. Bəzən hətta Əhl-i Beytlə gəlir. Ona görə Əli əleyhissalam buyurur: "İ'rifil haqqə ta'rif əhləh." Həqiqəti tanı ki, əhlini tanıyasan, yoxsa səni rahatlıqla, asanlıqla azdırarlar. Unutmayaq, bizi azdırmaq istəyənlər demirlər ki, biz sizin düşməninizik. Bizə deyirlər, biz sizin dostunuzuq. Baxmaq lazımdır bizi hara dəvət edirlər. Allah hamımızı şeytanın şərrindən qorusun. İstər cin şeytanı olsun, istər insan şeytanı olsun.